Səhl-i İnqilabdan çıxan kimi hərəmin bir güşəsində bir bağ salıblar. Adı da Rizvan bağıdır. Bağı Rizvan. Bu bağda insanlar gəlirlər, əyləşirlər. Həmçinin burada da İmam Hüseyn əleyhissalamın ehsan çayları verilir və gündə yüzlərlə, minlərlə zəvvar gəlirlər bu bağda. Həm gəzirlər, həm istirahət edirlər, həm də İmam Hüseyn əleyhissalamın ehsanından nuş edirlər. Düz hərəmin həyətindən çıxan kimi bu bağ keçək. Burada da inşallah İmam Hüseyn əleyhissalamın ehsanının çayından içək. Rizvan bağında zəvvarlara həm Neskafe, südlü, elə deyək, həm də çay təklif olunur. Rizvan cənnətin adlarından biridir. Cənnət Rizvan deyərlər. Allah təbarək və təala bizə yer üzərinin cənnətini İmam Hüseyn əleyhissalamın hərəmini nəsib elədiyi kimi cənnəti də nəsib eləsin və bizi cəhənnəm əzabından hifz eləsin inşallah. Allah İmam Hüseyn əleyhissalamın bütün zəvvarlarının ziyarətlərini qəbul eləsin.